Dünyada yalnız bir ölkə özünü ərzaqla təmin edir. Mən düşünürdüm Azərbaycan, gördüm yox, başqa bir addır burada. Yadıma gəlir ki, mən məktəbli idim də, bilmirəm neçənci sinifdə. Onda deyirdilər ki, dünyada ən çox ərzaq, yəni boldur da bizdə istehsal edirik, təsərrüfat, kənd təsərrüfatı malları məsəl üçün tarlalarımız, ucu bucağı bilinməyən tarlalarımız, torpaqlarımız var idi. Pomidor, xiyar, kələm, nə bilim, biber, digər üzüm, əncir, bütün meyvə ağacları var idi və ölkəni xalqı tam təmin edirdi. İnsanlar yəqin tənbəlləşib belə deyim. Dünyada 100 milyonlar insan qida çatışmamazlığı ilə üzləşsə də, Cənubi Amerikada kiçik bir ölkə özünü bütün ərzaq məhsulları ilə təmin etməyi bacarıb artıq, bacarır. Təbii ki, oxu nöqtəza istinad edirəm. Bu ölkə Venezuela, Braziliya və Surinam arasında yerləşən Gayanadır. Ölkənin adına bax. Ölkədə əhalisi 830 min olan ölkənin ərazisinin 85%-ni keçilməz tropik meşələr təşkil edir. Burada insanlar dar sahil zolağı boyu sıx şəkildə məskunlaşıblar və araşdırmada 186 ölkələrin məlumatları təhlil edilir və yalnız Qayananın bütün əsas ərzaq qrupları üzrə özünün tam təmin edilməsi müəyyən edilir. İnşallah bizdə də bunlar olar. Biz ölkəmizi, xalqımızı ərzaqla tam təmin edərik. Bu yaxın vaxtlarda olacaq inşallah. İnşallah.